Siz inanmırsınız ki içində qurd, bax, soxulcan gəzənlər, özdə soxulcandan da sevinirlər. Onlar soxulcan olduğuna görə sevinir, gəlib orada ölüb. Baxın bu videoya, görün, adamın içində soxulcan var ya yox, baxın. Сами себе сейчас будем делать Пах. перевязки. Ну, что у него уже черви там... Ukraynadakı yaralılar, Гнилося тоже. Rus ordusunun yaralıları, baxın. Şirkət olub qalıblar. Всем похуй. А у него нету червей. Baxın, görün nə halda. Я не знаю, может от него. Я думал, это все хуйня. Bax, yarağın içinə baxın. У меня тут чуть не Görürsünüz? стошнило. Bax, bax, soxulcanlar gəzir içində. Görürsünüz, bax, qurtlar Ну, gəzir. это нихуя, можно на Tutub рыбалку yesə брать. daha yaxşıdır. А парыш, слышь, что, давай этот рыбный ларек откроем. Да. И будем опарышек туда собирать. Я на рыбалочку пойду, наверное. А, ну, все, прикармливай. Eşitdiniz? Heç etiraz da yoxdur. Soxulcanı görür, içində gəzən soxulcanı. Tutub ağzına atıydı gəlir. Deyir ki, balıq tutmağa aparacaq bunu deyir. Və səsi də çıxmır. Hətta gülür. Xoşbəxtdir o. Həmən o nos kokaini budur. Bax, bu zümrəni yaradıb. Soxulcan gəzir içində və ona baxıb bu dəhşətli bir mənzərədir. Və bu film deyil. Bu Hitchcock'un dəhşət filmlərinin hansısa bir kadrı deyil. Bu bugün, bax bu dəqiqə baş verir. Və bu dəhşət çox böyük faciə ilə bitəcək və bitir də. Və bu dəhşətə rəvac verənlər, içi soxulcanlılar, taxtabaşlar, bugün buradan bu soxulcanlar təmizlənməlidir. Biz içi soxulcanlı insanı istəmirik. Biz içi işıqlı, təhsilli, elmli, biz dünyaya açıq, Nəsimi babamızın dediyi kimi kamil insan istəyirik, cahil insan deyil. Bizim babamız, onların nənəsi Yekaterina kimi deyil. Özləri bilərlər, biz heç nə demirik. Bizim babamız İmadəddin Nəsimi və ya Hüseyin Cavid ancaq yurda bütün məmləkətə işıq, o ziya, təhsili və elmi biliblər. Vaxt gələcək, Nəsimi deyir, kamil insan bütün kainatın sirlərini öyrənəcək. Tanrının sevgisi ilə yaşayacaq. O yüzden də bu kamil insan mütləq ayağa qalxıb bütöv Azərbaycan yaradacaq. O, içi qurtlu, soxulcanlı imperiyadan canını qurtarıb, işıqlı bir dövlət, məmləkət və insan yaradacaq. O yüzden də buradan Təbrizə, Reyə, Rəşdə, Ərdəbilə, Zəncana, Ənzəliyə, Urmiyəyə, bütöv Azərbaycana sevgimiz və saygımız var. Təşəkkürlər. Tanrı sizi qorusun.